Hal-hazırda biz Şabranda Çınarlar kəndinin ərazisindəyik. Onu da deyim ki, bu kənd çox səfalı və dağ kəndidir. Burada Şabran mətbəxindən bir nümunə hazırlayacağıq. Olduğumuz yerin özü də çox gözəl, mənzərəli bir yerdir və burada turistlər üçün piknik yerləri var. Bu piknik yerlərini hazırlayansa Adil müəllimdir. Hansı ki, Şabran mətbəxindən indi bizə bir nümunəni hazırlayacaq. Adil müəllim, salam. Salam əleykum, xoş gəlmişsiniz, həmişə siz gələsiniz. Adil müəllim, Şabran mətbəxindən bugün nə hazırlayacaq? Bugün toyuq cığırtması hazırlayacaq. Onu da ki, Şabran rayonunda çox sevirlər. O cığırtmanı hazırlamaqdan ötəri buradakı məhsullar hamısı istifadə olunacaq. Bizə lazım olan ingrediyentlər: toyuq, soğan, yağ, duz, üstyor, yumurta, bir də pomidor. Birinci nədən başlayırıq? Birinci toyuğu doğranmağından başlayırıq. Onda başlayırıq. Qoyuruq para pişməyə.